Her vaxtınız xeyir olsun dəyərli izləyiciləri. Erkən uşaqlıq dövründə İnkişaf onlayn resurs portalının Facebook sosial media səhifəsindən növbəti webinarla sizin qarşınızdayım. Bugün 2 aprel tarixidir və bütün dünyada bu tarix Dünya Autizm Məlumatlandırma Günü kimi qeyd edilir. Bu tarix BMT-nin 18 dekabr 2007-ci il tarifi qərarı ilə həmin gündən etibarən qeyd edilir. Ölkəmizdə də bu tarix qeyd edilir. Qeyd edilməsinin səbəbi əsas məqsəd burada əhali arasında autizm haqqında maarifləndirməni artırmaq, autizmli uşaqların, insanların həyat keyfiyyətinin yaxşılaşdırılmasına kömək etməkdir. Bugün biz webinarımızı Autizm Mərkəzindən həyata keçiririk. Qonağımız mütəxəssisimiz Nəmin xanım Rəhimlidir. Bilgi və Sağlam İctimai Birliyinin təhsil direktoru, eyni zamanda psixoloq. Təşəkkür edirik sizə şərait yaratdığınıza görə mərkəzdən biz canlı yayıma qoşulmuşuq. Sizə bir çox suallarımız olacaq. Həm mütəxəssisləri, həm valideynləri autizmlə bağlı düşünürəm ki, canlı yayımımız ərəfəsində biz məlumatlandıracağıq. İlk öncədə bir sualla müraciət etmək istəyirəm. Ümumiyyətlə autizm nədir və bu termin ilk dəfə hansı tarixdən etibarən istifadə olunur? Autizm neyroinkişaf pozuntusudur. Doğuşdan gəlir və həyat boyu davamlı. Doğuşdan gəlir və həyat boyu davamlı nə deməkdir? Yəni uşaq artıq ana bətnindəykən artıq əgər autizm edirsə, uşaq ana bətnindəykən autizmlidir. Yəni sonradan yaran. Dünya gəldikdən sonra ya da yaşayanından 9 aylıqdan sonra yaran. Sadəcə autizmin ana bətnindəykən müəyyən ki, hiçbir test, hiçbir müəyyən etmə üsulu yox. Necə ki, daha söylüyorum, bəzi güçlü dörtlü takma testləri olur, ya da üzülünlə görünür olur. Lakin autizm həm vizual olaraq diğer şəxslərdən hiçbir şekilde fərqlənmədiyi kimi vizual olarak üzlər bəlli olur tabii ki. Eyni zamanda səbəbi də bəlli olmadığı üçün uşaq ana bətnindəykən bilmək mümkün deyil. Autizm irsidir mi, genetikdir mi? Autizm əslində genetik bir pozuntu deyil. Genetik yaxınlığı var. Bu nə deməkdir? Yəni bir uşağın, bir ananın daha doğrusu iki övladı varsa, birində, yəni araşdırmalar onu göstərir ki, kesinlikle təldə autizm varsa, ikinci təldə autizm olma ehtimalı 20% qədər var. Bu da o deməkdir ki, genetik yaxınlıq var, amma genetik bir pozuntu, bir necə deyirlər, eləsinsə, iyisi bir xəstəlik deyil. Ne zaman? Əslində, sormuşsunuz ki, ne zaman ilk autizm terimi ortaya çıkıyor? İlk bu yani ifadeni ortaya koyan Leo Kanner 44. yılda. Tabii ki o vakit kadar autizm yok uyumu var. Sadece autizm uşaqlıqçılar, elmiyəsə, zirviyyə, dəngəsi, bu kimi fərqli diaqnozlarla karıştırdılar. Lakin 43. yılda Leo Kanner onun bir sonra da Hans Asperger'e bu diagnozu, Asperger diagnozu ortaya koyarak birlikte bu bozuntuya aslında. Mesela autizm bozuntusu daha çok cins olarak kızlarda ama oğlanlarda da müşahede oluyor. Autizm olanlarda kızlara nispeten daha qeyd olunduğu göstərilir. Bunun xüsusi bir səbəbi var mı? Araşdırmalar aparılıb bulunurlar. Belə deyim, mən bildiyim qədərilə, yəni autizm həm beyin, həm də daha çox beyinlə əlaqəli olan bir problemdir. Təbii ki, səbəbi bəlli olmasa da beyinlə əlaqəli olan bir problemdir və qız uşaqlarının beyinin işləmə funksiyası oğlanlara nisbətən daha fərqlidir. Ən azından beyində olan bu, təbii ki, bunu həkimlər, yenilərini cavab vermək çox da zorlu deyil, amma özünün oxuduklarını araşdırma etdiklərim nəticəsində bunu qeyd edirəm. Olan uşaqlarında, oğlan cinsində beyində bozulanda qızlar nisbətən daha çox olur. Bu da beyin funksiyaları fərqli işləyir və bu da oğlanlarda çox olur. Görülməsi səbəb olur. Mütəxəssislər qeyd edir ki, dünya əhalisinin 1% təxminən 70 milyondan çox insan autizm sindromudur və gün və gün bu sayı artmaqdadır. Ümumiyyətlə, autizm sindromu zamanı ilk aşkarlanma bilinmə nə vaxt olur? Daha çox aydan hansı yaşlanma etibarən görülür və hansı əlamətlərlə valideyn və təbii ki, ilk olaraq uşağın ətrafında onun ən yaxın şəbəkəsi kimlər olur, valideynləri olur. Valideyn ilk olaraq mütəxəssisin müraciət etməsi üçün uşaqda hansı əlamətlər görməlidir?
Bildiğinizde haklısınız. Havası dünya hepsini bir parça. Sizin ve ümumi statistikada Amerika Birleşik təsdiqlanan statistikası bunu deyir ki, dünyaya gelen her 36 uşaqdan bir hava vaziyeti. Son 2023 statistikası budur ki, dünyaya gelen her 36 uşaqdan bir hava riskiyle doğur. Ve bu sürətlə giderse, hadis 10 yıl sonra, dünyaya 10-15 yıl sonra eğer karşısı alınmazsa, dünyaya gelen her 4 uşaqdan bir hava riskiyle doğacak. Böyle bir rəqabət değil mi? Ona göre de artık sizden önce belki tedbirdeydim. Bu cümleleri kullandım ki artık autizmin sadece psikiyatrlar değil, psikologlar, psikologlar yani onlar bilmeli değil. Herkes autizme kadar gelmeli. Çünkü herkesin evinde autizm şu an dünyaya gelme ihtimali var. O kadar çok böyle istatistik arttı. Onun gibi ilk herkes bilmeli. Belki diyagnoz 3 yaştan koyuyor. Daha doğrusu 2 yaşdan qoyulur dəqiq diaqnoz. 2 yaş gələn maksimum uzatsa 3 yaşdan qoyulur və dəqiq diaqnoz qoyacaq şəxs yeganə hekim psixiatrlar. Yəni bir psixoloq, pedaqoq, xarakteroloji mütəxəssis, bir psixoloq buna diaqnoz qoya bilməz. Təşkil olsun ki, hepimizdə bu edilir. Hər hansı bir psixoloq hansı evladınızda autizm var deyir. Amma bu əsla edilməməlidir. Həm etik deyil, həm doğru deyil. Dəqiq diaqnoz qoyacaq olan hekim psixiatr var. Və diabet 2 ya da 3, maksimum 3 yaşdan qoyulur. Ama ondan da önce tabii ki autizm öz impulsları gösterir belediye. Hatta 6 ayından bile autizm əlamətlərini müşahidə edən hekimler var. Tabii ki bu hansı həkimdə şu ana ya da 6 aydan 6 ayda olan psikiyatri apartıyor. Bunu müəyyən edən kimdir? Pediatrdır. Yani mənə görə ilk önce valideynlər uşaqlar dünyaya gəlməz. İlk 1 yaşına qədər aylık rutin kontrollerine mütlaka aparmalı ve işinin ehli olan bir pediatr. Çünkü valideyn hele ki ilk evladıdırsa ister istemez o hani küçük nüansları hissetmeyebilir. Tutaq ki uşağımız əlamətlər nələrdir? Göz kontaktı qurmaq. Sosyal emosyonel reaksiyalara karşı reaksiya verir. Yani siz üzüldüğünüzde ağladığınızda size karşı reaksiya verir. Siz onunla sevindiğinizde sevincinize, gülüşünüze gülüşle cevap verin. Ya da mesela bir şey gösterdiğinizde gösterdiğiniz tepki yönlendirir. Ya da o size bir şey göstermek istediğinde sizin dikkatinizi onun dikkati olan yere yöneltmişse bunlar əlamətlərdən birini çəsidir. Ya da işarəsi 9 ayda bir uşaqda artıq işarə qalmalı. Maksimum 11 ayında artıq bir uşaqda bir şey göstermek için işarə qalmalı, formalaşmalıdır. Bir uşaq artıq 4 aydan itibaren karşılıklı belediyemiş diyor, geldi gıdıkladı çoğuyla oynayabilmelidir. Artık bir aydan ne ilgilenir, yeni doğmuş uşaqlar bile artık çok güzel göz kontaktı kururlar ailede. En esas əlamətlərdən biri göz kontaktından yayılmaz. Bunun için bir neçə əlamət var. Yine de 6 ayından hisseden tabii ki pediatrlar var. 6 ay nasıl, 9 ay, 11 ay, 12 ay yavaş yavaş o təxminən 1 yaş yarından itibaren özünü birçok əlamətləriyle gözə verə bilir autizm. Bu əlamətləri tabii ki valideyn eğer özgürlükse birbaşa hekim psikiyatra işin ehli olan yönlendirmelidir. Değilse de en başta çok güvendiği, eline güvendiği pediatra ayrı rutin kontrolünü yaparlar. Bəs Nəmin xanım, autizmdə uşaqlarda nitq bozuntusu olur mu? Evet, autizm uşaqların neredeyse 40%'inde non-verbal olur, yani mekanik olduğunu bilir. Diğer bölük hissesinde ise tabii ki nitq var, ifade edildiği nitq var, alıcı dili var, karşılıklı böyle değil, ünsiyet var. Fərqli, yani elələr var ki, məkli nitqlər olur, elələr var ki, nitq var ama necə deyim, sabit var. Sadece üstədə maraqlı olan şeyler hakkında danışlar ya da siz ona sual verirsiniz, sadece ona cevap verir. Ondan artıq kontakta girin. Üçüncü belirli sınıf var ki, normal siz mənimle karşılıklı sosyal münasebete giriyor, sohbet ediyor, sual yazıcı, özü. Ən aşkarlamanın hansı faydaları olabilir? En sıkı 2 yaşlı bir uşaqda autizm
olma ihtimali, yəni autizmli deyil də, autizm eksikliyi varlığı isə tutaq bir uşaq 12 aylıqdır, 9 aylıqdır, 15 aylıqdır, 0-2 yaş ya da 0-2 yaş yarıma qədər erkən müdaxilə olunursa və intensiv təlimə nəzərdə tuturuq, ortalama 40 saat həftədə minimum 20 saat bir uşaq evə əsaslı təlim alsa, 40% ehtimallə risk qrupasından çıxır. Yəni 100 uşağın 100'ü də erkən müdaxilə olursa bunlara və 100'lər həftədə 40 saat intensiv təlim verilsə, doğru təlim, 40'sı risk qrupasından çıxır, normal şəkildə edən uşaq kimi həyatlarına davam edə bilərlər. Çünki az faiz deyil. O zaman biz dəqiq belə qeyd edə bilərik ki, bu istiqamətdə ana olmağa, ata olmağa, valideyn olmağa hazırlaşan şəxslər öncədən məlumatlı olmalıdırlar. Çünki risk hər zaman var və onlar uşaqlarını da nəzarət altında saxlamalıdırlar ki, hər hansı bir simptom hiss edərlərsə, dərhal mütəxəssisə müraciət etsinlər. Amma siz qeyd etdiniz ki, həkim psixiatrlara müraciət etmək lazımdır. Bəs mərhələli şəkildə daha başqa mütəxəssislərə müraciət etməyə ehtiyac varmı? Paralel şəkildə həmin uşağın belə deyək bir müayinəsi aparılsın və ona hansı dəstək göstərilməli. İlk diaqnoz, yəni ilk əgər şübhə varsa, istər pediatr tərəfindən şübhə var, istər amatör tərəfindən, istərsə valideynlərin yaxınları tərəfindən bir şübhə varsa, öz təcrübəmdən və ümumi qəbul olunmuş bir sistemlə deyim ki, ilk müraciət olunacaq şəxs həkim psixiatrdır. Ki dəqiq diaqnozu olsa, ya da ki, uşaq 2 yaşdan öncədirsə, risk qrupasında olduğunu və həkim bəyan etsin. Artıq ki, əgər ehtiyac varsa, uşaq bəzən də hepatoloji görməlidir. Əgər paralelində bir nevrolojik bir problem varsa, uşağın epilepsiyası varsa, məsəl çəkilməkdir. Yəni, onu da yenə də həkim psixiatr təyin edər ki, bəzi övladınızın bir də hepatologiya ehtiyac olur. Ya da bəzən valideynlər belə edir, həkim psixiatri getməkdən daha öncə hepatoloqa da gedə bilir. Yenə də burada qeyd edəcəyim şey həqiqətən də güvənilir, belə deyim, müasir tibbi bilimləri yaxalayan, onlara həm bilikləri yerləmiş həkimlərdən müraciət etməlidir. Biz bilirik ki, autizm ömür boyu sürən bir bozuntudur. Bu deməkdirmi ki, ömür boyu həmin uşaqdan sonra böyüyəcək, belə deyək, bir şəxsiyyətə çevriləcək və ömür boyu həkim psixiatrın nəzarət altında olmalıdır. Belə deyim, əgər bir autizmli uşaqda diaqnoz alınır və əlavə yan, belə deyim, autizmin 2 sferdə özünü biri söyləyir. Birincisi sosial ünsiyyət sferasında yaranan problemləri, ikincisi də problem davranışlar sferası, yəni davranış problemləri. Əgər bir uşaq getdi, diaqnozunu aldı, ya da risk qrupasını aldı, əlavə bir problem davranışları yoxdursa, ya da autizmlə bəzən komorbid olur. Yəni autizm üstəgəl bir həvəslik, hiperaktivlik, üstəgəl başqa nə deyə bilərlər sizə, autizm kompulsiv pozuntu, yəni bir neçə diaqnoz bəzən uşaqlar 3 ya da 4 diaqnoz bir arada ola bilir. Bu halda həkim psixiatr deyir ki, tutaq ki, 6 aydan sonra təkrar gəl, 1 ildən sonra təkrar gəl. Niyə? Çünki digər pozuntular üçün dərman müdaxiləsi olur. Yəni autizmə, bəlkə suallarınızdan biri bu olacaq, dərman müdaxiləsi vardır. Autizm özünün ilk başa dərman müdaxiləsi yox. Yəni mən bir hər içdim və autizm sağalır. Belə bir şey yoxdur. Ya da autizmin korreksiya olur. Belə bir şey yox. Amma nə var? Əgər bir uşaqda autizmlidir və ciddi yuxu problemi varsa, autizmlidir və ciddi davranış problemi varsa, bəli, bu zaman davranış problemlərini aradan qaldırmaq, minimum indirmək üçün dərman müdaxiləsi olur. Ya da yuxusunu rejimə salmaq üçün dərman müdaxiləsi olur. Və yaxud ki, qeyd etdiyim kimi, autizm üstəgəl disleksiyası var, ya da autizm üstəgəl diqqət əksikliyi var, OKB-si varsa, bəli, bu zaman həkim nə deyib, sırf OKB-si üçün dərman təyin edə bilər. İldə bir, 6 ayda bir, 2 ildə bir həmin dərmanın dozasına görə müşahidə çağırır. Dərmanı təyin edən həkim psixiatrdır yoxsa pediatr? Həkim psixiatr. Bəs bu ərəfədə həkim psixiatrla pediatrın qarşılıqlı əməkdaşlığı nə dərəcədə olmalı? Buna ehtiyac varmı? Düşünürəm ki, əgər pediatr şübhələnirsə, topu ata bilər psixiatra. Ne zaman? Bəli, ola bilər. Siz sualını cavablandıqça düşünürəm ki, ola bilər. Ne zaman? Tutaq ki, həkim psixiatr baxdı ki, insan düşünürəm ki, uşağın günlərlə cidden ağlama öyrənmişir. 10 gündür bu uşaq ağlayır, gecə gündüz ağlayır. Havaydan aparır ki, psixiatr
Çox pis uşaqlar şübhə bilmirlər. Özünü ifadə edərək başına vurulur, nə bilmir, özünü incidir, həkim psixiatr var ki, ağır təsir versin, davranışları üçün bir dərman yazsın, həkim psixiatr deyə bilər ki, yox, bu uşağın başqa bir problemi. O zaman pediatri yönləndirə bilər ki, baksın ki, yəni uşağın bəlkə ağrısını başqa bir səbəb var. O zaman da pediatri rəyliyə, bəli, varsa problemi var, yönləndirək, varsa etməyə də iş problemi var, yönləndirək stamtolda və s. Bəs autizmin növləri var mı? DSM-5 kitabında, psikologik xəstəliklərin təsnifatlandırma kitabında son 5-ci bölümü, DSM-5-də autizm sadəcə artıq heç autizm sindromunun ifadəsində istifadə olunur, autizm spektrum pozuntusu adı altında qeyd olunur. Hər iki forması var, yüngül autizm, orta dərəcəli autizm və ağır autizm. Bunun xaricində Asperger sendromu, nə bilim, tipik autizm, autizm əlamətləri, Hunter sendromu, dizin pozuntusu, bu kimi diaqnozlar yoxdur. Literaturda sadəcə autizm spektrum, adı üstündə spektrum, yəni geniş bir sahədə əhatə edir. Çox azlıca autizm, bir neçə əlamətini göstərən uşaq belə autizm spektrum pozuntusundadır. Autizmin çox ağır əlamətlərini göstərən uşaq belə autizm spektrum pozuntusundadır. Sadəcə bir elədiyində şəklin o başındadır, yeni şəklin o başındadır. Bu əlamətlərə görə bunu necə müəyyənləşdirmək olur? Uşaqların hansı bir testlərlə aparılır, necə müəyyənləşdirmək ki, o hansı dəyişir? Yenə bunu edəcək şəxs həkim psixiatrdır. Deyil ki, sizdə övladınızda autizm spektrum pozuntusu yoxdur. Yəni, köhnədən aspektiv diaqnozda və inaspektiv diaqnozda əslində yox. Sadəcə yüngül autizm deyil, həkimlər tərəfindən. Yenə də bunu təyin edəcək şəxs həkimlər, həkim psixiatrdır. Daha çox belə deyim də, biz qarşılaşırıq birimizdə autizm spektrum pozuntulu uşaqların valideynlərini müəyyən səhvləri ilə çaşqınlıqları. Çünki onlar ilk özlərində belə deyib, psixoloji travma yaşayırlar bu prosesi qəbul etməkdə və müəyyən səhvlər edirlər. Uşağa yanaşmada, özlərinə yanaşmada. Bu uşağa yanaşmada daha çox valideynlər hansı səhvlər edirlər? Çox təşəkkür sualdır və mən belə deyil, ağırlı yerində bu sualdan ağırlı yerində keçmək istəyirəm. Bu nədir? Hal-hazırda, indiki dövrdə, 2025-ci ildə iki mənə görə uşaq tipi var. Biri, həqiqətən də, belə deyil də, doğuşdan gələn, diaqnozdan gələn autizm spektrum pozuntusu olan şəxslər, uşaqlar, bir də autizmə itələnmiş uşaq. Şəxsən mən ətrafımda elə uşaqlar çoxdur və özümdə, onu deyir ki, bu işin içində özümdə övlad var. Məsələn, mən övladıma indiyə qədər yaşayandadır. İl yarımlıq ömründə bu toplasaq, 15 dəqiqə mavi ekrana məruz bırakmışam, ya da yoxsa 15 dəqiqənin hər 30 saniyə bir dəqiqə yox. O da necə? Tutaq ki, hansısa heyvan videosu göstərmişəm. Bəli, ya da məsələn, hansı heyvan haqqında danışmışam, bir də videosunu göstərmişəm, bir də səsini görsün deyə göstərmişəm, bu qədər. Yəni, mavi ekran, tablet, telefon, televizor, bunlar çox məruz qalmaz. Uyarı eksikliyi deyilir Türkçe, yəni stimul azlığı. Stimul azlığına gətirib çıxardı ki, autizmlə o qədər oxşardı ki, bu həmin. Valideynlər səhv sala bilər. Bəli, səhv sala bilirlər və özlərinizin nələr səhv edir. Özlərinin səhvi öz vaxtından olur. Niyə? Çünki deyək ki, işim var, mən əlbəttə işləyənə qədər oyun televizyon qabağına izlədim. Ya da uşaq yemək yeməsin yəni. Çox vaxt elə valideynlərlə qarşılaşıram, deyək ki, 6 aylığından telefonun qabağında qalır, yemək yiyir. 6 aylıq nə demək? Yəni, bu uşaq ana sütündən ayrılır. Əvvəl güzel, keçməz, ana qoyur uşağın qabağına. Telefonla yemək yiyir. Ben de iki telefonsuz yemek yaptım. Bu uşaq əvvəlində telefona doğru dünyaya gəlməyib. Yəni, biz qoyur uşağın qabağına. Və uşaq gəlir yaşlarına, 2 yaşında uşaqda alıcı dil yoxdur, ifadə edici dil yoxdur, adına gəlsə yoxdur, göz qapaqlı zəifdir. Telefon söndürəndə, televizor söndürəndə agresiv davranışlar göstərirlər, kendisiyle tanıştırdığı uşaqlar. Yəni, çox oxşuyur autizm, amma bu uşaq belə deyil də, həqiqətən yaradanın yaradılışı ilə uşaq autizm olaraq dünyaya gəlmir. Valideyn və uşağı özü autizmə itələyir. Təbii ki, valideynlər burada işin çoxluğundan gerilədirlər, amma uşaq qoyun, oyuncaqların içində tək qalan ağlasın. Çox ağlasın. Amma televizorla, telefonla qalmasın yəni. Onun əgər biz baxa bilmirsə, vaxtımız çatmasa, o zaman qoyardı tək qalan nəyi? Bu televizora tək qalan. Valideynlər, indiki valideynlər
Bir de bundan baxansınlar. Yanlayan yanlışlar edirlər. Bəli. Nənə xanım, autizm spektr pozuntusu olan uşaqların məktəbə qədər təhsil müəssisəsinə, daha sonra isə artıq ibtidai sinifə başlaması. Bu proses necə getməlidir? Bir də bunun yanaşmaq istər mütəxəssislər tərəfindən, müəssisələr, valideynlər tərəfindən. Necə aparılmalıdır ki, uşaqda həmişə bu aqressiv davranışlar görünməsin, həm uşağın uyğunlaşması daha rahat olsun. Həm də belə deyim, onun təlim həyatı uğurlu. Çünki biz bilirik ki, təbəyin qorunmasından çox şey asılıdır və autizm xəstəlik deyib sadəcə fərqlilikdir. Yəni, autizm spektr pozuntusu olan uşaqlarla təhsil almaq imkanı var, təhsil almalıdırlar, əlaqadar müəyyən peşələrə yiyələnə bilərlər, gələcəkdə iş həyatlarına atıla bilərlər. O təməl necə olmalıdır ki, düşünürəm ki, bu təməl artıq ibtidai sinifdə deyil, məktəbə təhsil müəssisəsində qoyulur. Hansı məqamlara diqqət yetirmək lazımdır və uşağı necə öyrəşdirmək lazımdır ən vacibdir? Toplum üniversitede iş autizmin derecesine göre değişir. Yani bir uşaq yüngül autizm ya da orta dereceli autizm ise böyle bir fərdi tədris, yani məktəbə qədər ya da məktəbə başlamamışlar. Və təbii ki, iş hardan başlayır? Pedagojik yanaşmadır. Yəni, uşağın reabilitasiyası. Bilirsiniz ki, autizmə bayaqdan yedik, birbaşa dərman müdafiəsi yox. Tək çarəsi nədir? Doğru, planlanmış təhsil. Və hal-hazırda dünyada və ölkəmizdə tətbiqi elmi əsaslığı sübut olunmuş bir tədris metodu var ki, bu tətbiq davranış analizi metodları ilə ölkəmizdə bu ABCRP ilə adlandırılır. Yəni, uşaq tutaq ki, çox elgizə müdafiə olundu, kiçik yaşından etibarən. Bəzi davranışlar təqlid edilir, yeni davranışlar öyrəndirilmiş, tutaq ki, həm yaşından ilə göz kontakti qurulması, həm yaşından ilgili suallara cavab verməsi, özünə həm yaşından cavab suallar verməsi və s. Yəni, bu başlamalıdır birinci, ilk məktəb ədəblərdə də deyil, uşağın fərdi təhsil aldığı, uşaq üçün fərdi təhsil planına hazırlanan psixologlar, fərdi psixologlar. Təbii ki, yeni deyəm, psixolog elm əsaslıqda sübut olmuş tədris metodlarını istifadə etməlidir. Hazırladı bu uşaq, tutaq ki, fərqli olaraq öncə bəzi uşağın həm müsbət davranışları öyrətdi, həm mənfi davranışların tərbiyyəsi öyrətdi. Daha sonra da həmin o fərqli təhsil öyrənməli, eyni zamanda uşaq qrup dərslərini cəlb etməli. Bizim məktəbimizdə hal-hazırda sistem usulur. Fərqli təhsil alan uşaqlarımız var, məktəbə qədər ya da məktəb dövründə hazır olan uşaqlar var ki, onların içində kiçik qruplar hazırlanır. Kiçik qruplarda eyni zamanda qrupda necə bir uşaq hərəkət etməlidir, qrupda verilən təlimatlara necə uymalıdır, qrup qaydaları necə uymalıdır, bu öyrədilməlidir. Daha sonra da həmin uşağın öz mütəxəssisi ilə birlikdə, mütəxəssis ilə, mentologu ilə o uşaq məktəbə qədərə cəlb edilməlidir. Daha sonra da məktəbə qədərə bir müddət, iki müddət öz mentalilə, köklü müəlliminə getdi. Daha sonra artıq hazırsa, mənəvi şəkildə köklü müəllim məktəbə qədər təhsildən uzaqlaşa bilər. Bu eyni şey məktəb üçün də keçərlidir. Eyni hal əslində belə deyim, peşə üçün, iş üçün də keçərlidir. Təbii ki, burada yenə də valideyn gözlənti verirəm. Əgər bir uşaq yüngül ya da orta dərəcəli ağır autizmdirsə, ya da orta ağır autizmdirsə, bu zaman bəzi valideynlər o övladası, yəni uşağın autizmdən çox təsir etməsinə baxmayaraq, yenə də məktəbə qədər məktəbə getməyini istəyir. Biz bu zaman valideynin biraz gözləntisini aşağı salırıq ki, yəni sizin övladınız məktəbə getdiyində heç bir fayda əldə etməyəcək. Çünki onun ilk başlar ağır autizmdirsə, nəyi öyrənməsi lazımdır? Sosial bir kənara qoymalı. Hər ilk öncə özünə bacarıqları demək, yaşam bacarıqları, özünü idarə etmə bacarıqlarını öyrənməli. Yəni bir uşağın ki, əgər tutaq ki, təməl özünə bacarıqları yoxdursa, özünün ifadəsi yoxdursa, ciddi problem davranışları varsa, mən bu uşağa bunları öyrətməliyəm, yoxsa məktəbə öyrətməliyəm. Və ona görə ağırlıq dərəcəsinə görə hərəkət etməli, düzgün fərqli tədris planı hazırlanmalı. Fərqli tədris planı hazırlandıqdan sonra ona görə fərqli uşağa yanaşma edilir. Əgər hazırdırsa, məktəbə qədər. Hazırdırsa, məktəbə müəllimlərə yönəldilir. Məsələn, təlim tədris planından danışdıq. Bu təlim tədris planına daxil olan məqamlar yalnız müəssisədən aparılmalı, yoxsa valideyn də uşaqla məşğul olmalı? Çox qəşəng sualdır. Təbii ki,
100% kariyer etməlidir. Bizim mərkəzimizdə hal-hazırda istifadə edildiğimiz sistem nədir? İlk başta şagird gəlir, müəllim ilk valideynlərdən analiz alır, məlumatları öyrənir, sonra şəxsi uşağı alırıq dərsə, bütün bacarıqları ölçürük, inkişaf sahələrini uyğularaq, baxırıq ki, hansı sahələrdə belirlikdə minuslar, mənfiləri var. Bir fərqləndi planı yazırıq, daha sonra bu fərqləndi planı valideynə veririk, valideyn deyir, baxın, bizim gördüklərimiz bunlar. Siz nə əlaqəniz var? Yəni biz bundan görürük. Siz başqa övladınızda artırılmasını istədiyiniz davranışları ya da xərit edilməsini istədiyiniz davranışları var. Bunu deyib, valideynlərin istəyini alıb, daha sonra ilk başta tutaq ki, bir ay, kendi 3 ay, maksimum bir ay özünüz dərs keçin, yəni buradakı mütəxəssislər dərs keçin, daha sonra rəhbəri gedib valideyni dərs alır. Valideyn dərsdə ilk əvvəldə sadəcə müşahidə edici qismində olur, daha sonra artıq belediyyəni müşahidə edib, biləndən sonra ki, müəllim bunu nə edir, sonra həftədə bir dəfə valideyn dərs edir, lakin tətbiq edici olaraq. Valideyn tətbiq edir, uşaqın müəllimi superviziya verir valideynə ki, amma yoxsa düzdür, bunu belə deyil, belə daha qəşəng olar deyə. Çünki belə deyim də, yəni təhsil mərkəzləri həm ekonomik və sosial ekonomik cəhətdən biraz yoxladır edirlər. Həm bəzən valideynlər kəndini oxumaqda çətinlik edirlər. İşleyen valideyn için daha çetin oluyor. Ya da hər şey üçün vaxt gətirir də, maliyetini də qarşılır, lakin uşaq bir yerdə də reabilitasiya mərkəzində olur, olan saatları evdə olur. Ona görə də düzgün yanaşma valideynləri əlimizdən gəldiyi qədər öğretmeye çalışırıq ki, onlar da gedib evdə eyni şeyi tətbiq etsinlər. Benim bir məlumat var mı ya da siz daha çok işleyirsiniz, daha otizmli uşaqlarda daha çok hansı peşeye yönəlməni sevirlər, daha çok hansı bacarıqları olur ki, onları valideyn və mütəxəssislər kəşf etməli, həm istiqamətə yönləndirməlidir. Əlavə, belə deyim, biz bu il, daha doğrusu keçən il may ayında bu işte mən də var, artıq bir layihə start verdik. Bu layihə nədir? 15 yaş və üstü autizmli gənclərə işi bacarıqlarını, peşə deyil daha doğrusu, hər hansı bir iş isə ilk öncə biz iş yerlərini getdik, iş yerlərinə dedik ki, biz 15 yaş və üstü autizmli gəncləri artıq işə cəlb etmək istəyirik, istəyirsin deyə. Təbii ki, müsbət geri dönüşlər də olur, mənfi geri dönüşlər də olur. Müsbət geri dönüşlərdən kargo şirkətlər oldu, restoran şəbəkələri oldu, otellər oldu, market səyicilər oldu və s. Eyni zamanda Azal hava yolları şirkətlər oldu. Daha sonra ilk önce bir şirketlerden testleri aldıktan sonra 15 yaş ve üstü bəzi belirli temel bacarıqları artıq yerləmiş autizmli ya da fərqli meyillikləri olan gənclərə baxdıq ki, bu uşağın hansı işi görə bilər. Tutaq ki, sosiallığı var, bəli, oxuma yazması var, kompüter qarşı çox maraqlıdır, o zaman onu kompüter operator olaraq bir işe cəlb edilir. Mesela bu çərçivədə belə deyim, 2024 mayından etibarən heç bir il olmuyor. Bir 2 ay bir il tamam olacak. 13 gəncimizi işe cəlb etdik. 13 gəncimiz artıq əmək müqaviləli çalışanlar var. 13 gəncimizin onu Kaşlar'da kafe bilirsiniz. Bu merkezde olan Kaşlar'da kafede. Bu mekanda 10 gəncimiz öğrendiği işi ve bu tarafta bir halka açık tesisi açıldı ofisyal vernek var. 10 genç kaldı. Faaliyet gösterip 2 gencimiz Azal'da bir gümüş şöbede bir gümüş şöbesine çalışır. Bir gencimiz kompüter operatör olarak Sokak Klinik Innovation Center'de çalışır. Ve Azal'a 2 gencimizi de Nyoda faaliyeti vermek bir gencimiz de İstanbul'da bir termi merkezi var. Orada sertifikat hazırlama bölümünde işe başladı. Sevindirici halde ki bizde ülkemizde İngilizce cemiyeti temeli artık çok yakın geçmişten başlayıp temeli düzgün koyulup sevindirici halde ki böyle layihələr bizde başlayır. Yəqin ki devam edecek ve gençlerin sayı artacaktır. Ve ben ne soruşmak istedim? Bu gençlerimizde bu sosyal bacarıqların kazandırılmasında hansı metodlardan istifade edirsiniz? Deməli, tətbiqlə ümumiyyətlə biz mərkəz olaraq istifadə etdiyimiz daha çox elmi əsaslı sübut olmuş metod var ki, tətbiq davranışı analiz metodları. Həmin metodlarla uşaqlara hər hansı bir bacarıq öyrədir ya da korreksiya edir. Sosial bacarıqlarda həmçinin sosial hekayələr deyilən hədis metodu var. Və yaxud da ki,
Həyat cədvəlləri adında tədris metodları var ki, xüsusən də sosial hekayələr adlı bir tədris metodu var. Onunla daha çox uşaqlarda sosial bacarıqlar öyrəndik. Misal üçün, sosial hekayələrin mənası nədir? Hər hansı bir sosial probleminiz var. Yəni, tutaq ki, autizm gənci sırada gözləməsi. Sıra gözləmə bacarığı yoxdur, sırada gözləmə bacarığı. Ya da ilk işliyi saat bugün fasilə vaxtında həmkarları ilə bərabər yemək otağında belə deyil, yemək yeməsi. Bu bir sosial bacarıqdır. Çünki kimsə gələcəksə, masada oturmaq istəyirsən, icazə alacaq. Bunun üçün sosial hekayələrdə nə edirsiniz? Bir sosial hekayə yazırsınız. Göndərmək istədiyiniz, uşaq dediyi, çatdırmaq istədiyiniz sosial mesajlar o hekayənin içərisinə gömülsünüz, necə deyirlər, yerləşdirirsiniz. Oxuma yazması varsa gəncin, yazılı halda oxuma yazması yoxdursa, bunu səsləndirib video halında çəkirsiniz və gəlib oxuyun ya da dinləyib, izləyib. Daha sonra oradan alacaq sosial mesajları alır. Demək ki, nə etmək lazımdır? Kimsə yemək səhvotları səhvaslarına icazə istəyəndə, əlbəttə ki, buyurun demək lazımdır. İstəmirsiniz, yox, onlara doldur demək lazımdır ki, mesajlar götürmüşsünüz. Uşaq oxuyub, dinləyib, daha sonra o sualları verirsiniz, cavab verin. Sonra həqiqi mühitə atmadan edək uşağı. Planlanmış bir mühit edirsiniz, sınaq, bəli, sınaq kimi bir mühit edirsiniz və həmin mühitdə də uşaq keçdi saatdır, bəli, artıq normal sosial cəmiyyətə necə deyirlər, qoyursunuz, o cəmiyyətdə artıq yenə izləyirsiniz ki, baxaq, həmin hədəf davranışımızı, bu hədəf davranışlarına nəsə onları tətbiq edilmir, yoxsa burada. Peki bu sahədə mütəxəssislərin səbri, əzmində böyük rol oynayır ki, həmin uşaqlarla nəzərçində onlar işləməyə davam etdirə bilməlidirlər, düzdürmü? Alternativ terapiyalardan istəyən danışaq. Autizm üzərindəki təsirləri, tələbləri və hansı alternativ terapiyalar misal göstərə bilərsiniz? Alternativ terapiyalar misal göstərə biləcəyim nələr var? Musiqi terapiyası, idman terapiyası, art, yəni incəsənət terapiyası, art terapiyası, devrimli terapiyası, və də heyvan terapiyası. Bunlar alternativ terapiyalar. Bir də var ki, elmə əsaslı üsulu olmuş metodlar var. Bunlar nə idi? Tətbiq davranışları, yəni art terapiya. Daha sonra yeni, hardasa 2 il öncə elmə əsaslı üsulu olmuş növbəti bir dənə var. Bu sensori terapiyadır. Bunun haricində çox metodlar var. Yanaşma var. Metod deməyim, ölkəmizdə bunlar istifadə olunur. İqla terapiyadır, nə bilim, tomatəsi, uşaq, bulaqlı taxıl, üyənizə. Daha çox ölkəmizdə hansı alternativ terapiya istifadə olunur? Hal-hazırda sadalatlıqların əslində indi demək olar ki, hər bir var, delfin terapiyada xarib. Belə deyil, 3 yanaşma var. Elmə əsaslı terapiya, bu nə idi? Tətbiq davranış analizi və sensori inteqrasiya. Elmə əsaslı olmayan terapiyalar, bunlar nə idi? İqla terapiyadır, nə bilim, tomatəsi, neofil bəlkə, beyinlərin hastalıqları ötürürsə. Bunlar heç bir elmə əsaslıqda sübut olunur. Yəni, bunu valideynlər istifadə etməyinin açıqdan deyil, heç bir mənası yoxdur. Son zamanlar çox dərdədir ki, hansı cihaz autizmə son kəşfi olsa, yox deyil. Sadəcə istisna olunur, mən görə valideynlər öyrəndə. Məsələn, üçüncü nədir? Alternativ terapiya. Bu nədir? Musiqi, idman. Yəni, alternativ terapiyalarda uşağa zəhər gəlməsin. Amma təbii ki, birbaşa autizmə də belə deyim də sağlatmaz. Niyə? İncəsənət terapiyasında uşaq musiqi çalmağı öyrənər, rahatlayar, sakitləşər. Tutaq ki, akt terapiya, heyvan terapiyası. Hər birimiz kim gedib akt sıralasa ona xoş təsir edəməz. Yəni, kim təbii qorxmalıdır. Belə, yəni alternativ idman terapiyası çox rahatladı bizim uşaqlarımız, amma heç bir alternativ terapiyalar birbaşa autizmin müdaxiləsinə istifadə olunur. Sadəcə bunlar yan metodlardır ki, uşaqlara yeni bacarıq qazandırır, idman kimi, musiqi kimi, rəsm kimi. Eyni zamanda mental olarak onları rahatlar. Göz kontaktı olmayan ve adının çağrılmasına reaksiya vermeyen uşaq. Konkret olarak autizm spektru bozuntusu olan uşaqdır. Belə deyim, MCAT deyilən bir screening var, əgzor məntəliqman screeningdə. Orada səhv xatırlamamsa yanlış deyirlər. Onu 23 maddə olmalıdır. Orada deyir ki, 23 maddədən minimum 3'ünü uşaq göstərməlidir ki, orada 23 maddə izləyicilərimiz internetdə də araşdıra bilər. MCAT deyilən, MCHA diye.
Türkçəsi, İngilizcəsi, Rusçasını çox rahat tapa bilərsiniz. O deyilmiş maddə var. Bu maddələrin bəziləri riskli maddələr, bəziləri isə riskli olmayan maddələr. Səhv xatırlamıramsa, göz kontaktı və adına gəlirsə riskli maddələr. Əgər səhv xatırlamıramsa. Deməli, nə deyir Elçatda? Riskli maddələrin ikisini uşaq göstərirsə, o zaman həqiqət təbii çalmalı. Riskli olmayan maddələrin üçünü göstərsə, o zaman həqiqət təbii çalmalıyız. Bir daha burada səhv xatırlamıramsa, o ikisi riskli faslanma maddədirsə, o zaman biz həqiqət təbii O zaman onu bir daha vurgulayaq ki, elçat dediğiniz düzdürmü? Bəli. 23 maddəni valideyn olmağa hazırlaşanlar belki bu məsuliyyəti əvvəlcədən dərk edərək bu barədə oxusunlar. Təbii ki, risk hər zaman var. Məlumatlı olmağın da heç bir fərqli tərəfi yoxdur. Sosial mediada bir çox məqalələr, materiallar oxuyuruq, rəslər görürük. Autizmlə bağlı hansı yanlış informasiyalar verirlər ki, onlar artıq valideynlərin, insanların beyninə yük olunur. Bəli. Yəni bir valideyn autizmlə şübhələnirsə, birbaşa təbii ki, internet araşdırır. Və mənim şəxsən qarşıma çıxan çox mühümlər nələrdir? Bir, autizmli şəxslər üstün zəkalı, hamısı üstün zəkalı. İki, autizmli şəxs, ümumiyyətlə autizm nədir? Zəka deyil. Üç, autizm genetik xəstədir. 4. Autizmli uşaqlar vizual olaraq digərlərindən fərqlənir. 5. Bütün autizmli şəxslər özünə və başqasına zərər verir. Bunların heç bir, yəni normal zəkada olan autizmli uşaqda var, normal üstü də var. Yəni üstü zəkalı autizm də var, normal zəkada olan autizm də var, zəka qeyri olan. Yəni heç bir normal şübhələyən insanlarda zəka çox şart, hər formada zəkada olan insan var, autizmlə də eyni. Təbii ki, nisbətən normal şübhələyən insanlara nisbətən zəka qeyri daha çox görülür, amma autizm bərabər deyil. Hər formada zəkaya sahib olan. Başqa nə deyə bilərəm mif olan? Heç bir autizmli qucaqlaşmağa, sarılmağa sevmir. Tam qəti. Elələr var ki, sən qucağınızı verməz. İşte autizmli uşaqlar, onlardan ana-ataları çox az danışdığı üçün onlar autizmli oldular. Deyil, autizmli oluşlar gəlir. Və həyat boyu davam edir. Amma fərqlərdə dedik, bir də impulsal toplar gedir. Uyarı eksiklik, çox televizyona məruz qalmaq, bunu ayrı qoyaraq. Belə, ümumiliklər bunları deyə bilərəm. Biz bilirik ki, bir daha bildirdik ki, autizm xəstəlik deyil, fərqlilikdir. Amma bu fərqliliyi yaşayan uşaqların valideynlərində müəyyən qədər çətinliklər çəkirlər. Müəyyən qədər bəzi hallarda psixoloji travmalar yaşayırlar, iş prosesi ilə uşaqların baxımını uyğunlaşdıra bilmirlər. İlk öncə mən izləyicilərimizə belə bir bələdçini təqdim etmək istəyirəm. Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən hazırlanıb. Bütün xüsusi qayğıya ehtiyacı olan uşaqların valideynləri üçün bir bələdçilik Günəş Hamı üçündür adlı. Siz bu bələdçi ilə erkən uşaqlıq dövründə inkişaf olunan resurs portalında da onlar formada tanış ola bilərsiniz. Eyni zamanda Dövlət Komitəsinin rəsmi saytında da tanış ola bilərsiniz. Və mən istəyirəm ki, autizm spektrum pozuntusu olan uşaqlardan danışdıq. Biraz onların valideynlərindən danışaq və eləcə də həmin ailədə olan digər bacı qardaşlardan danışaq ki, onlara yanaşmaq necə olmalı, münasibət necə olmalı və valideynlər belə deyim də öz üzərlərində necə işləməlidirlər, nələri bilməlidirlər ki, bu yolda daha dəqiq sağlam addım atsınlar. Deməli, əslində valideynlər üçün hər şeyin əvvəlində qəbullanmalıdır. Çox yüzlərlə valideynlə tanış olmuşam və gördüyüm şey budur. Ən bir valideyn övladının diaqnozunu yardımcı daha rahat olur, bilir. Çox ki, yəni o şokun ki mənzərələri var. Daha doğrusu, həm də qarşılaşmanın hər hansı bir mənzərələri var. O şok mənzərələrini keçir. Daha sonra ən sonuncu mərhələdə qəbullanma mərhələsi. Əgər bir valideyn qəbullanırsa, daha qəbullandıqdan sonra yeni tam bildim. Mənim övladım autizmlidir. Son dərəcədə, ortaq yürü daxiləsiz. Bunun sonra nə etməli? Qəbullandıqdan sonra növbəti addımlar nə edəcəyini ağıllı başa düşünüb, qərar verir və həmin yolda addımlayır. Sonra da hal-hazırda 13 kəndimiz ki var ki, deyirəm, iş prosesini cəmləyib. Onların hər birinin valideyni öz övladlarının autizm olduğunu qəbulanan valideynlərdir. Hətta bir çoxu var ki, onların çox belə gibi sosial medyada cəmiyyət içərisində övladların autizm olduğunu utanmadan, çəkinmədən, səsli bir şəkildə fərq edərək
Önemli fantastikler olsun ki birçok valideynler var ki övladlarını da özlerini tecrübe edirlər cəmiyyətdə. Evet. Hətta ən yaxın qohumları belə evlərinə gelib gəlmirlər, münasibət qurmurlar. Uşaqlarının belə deyəndə fərqli olmasında özlərini bəzən belə deyəndə günahlandırırlar və çox çətinlik yaşayırlar. Adaptasiya ola bilmirlər. Belə olan halda həm özlərinə ziyan verirlər, həm də uşağın inkişafının qarşısını alırlar. Belə olan halda düşünürəm biz valideynlərə də tövsiyə edə bilər ki, mütəxəssislərə müraciət etsinlər və çəkinməsinlər. Çünki onların bu addımı həm özlərini, həm də övladlarını geri apar. Burada digər övladlar, ailədə olan digər övladlara qarşı, bacı qardaşlara qarşı düzgün yanaşmıyormuş. Yüksek şekilde. Yani bir valideyn, evet, yani valideyn tek değildi. Ya da ya iki başlı. Nece diyelim. Bir valideyn tutak ki ana qəbullanmırsa, qəbullanırsa, ata-ananın qəbullanmasına dəstək verməlidir. Özü edebilmesi siz demiş, profesyonel destek almalıdır. Eyni zamanda tam tersi. Ana qəbullanır. Ana qəbullanmayıbsa ona dəstək verməli değilsə, profesyonel destek almalıdır. Və yaxud da biz mütəxəssislər, yani elinizden geldiği kadar birinci bakmalıdır ki valideyn qəbullanıb mı qəbul. Çünki qəbullanmayan valideynə siz nə deyilsizsə deyin, bir hedefler çok yüksek olacak. Yani qəbullanmasa bir valideyn, övladı ağır autizmli olmasına baxmayaraq, övladı məktəbdə olmağını, üniversitede olmağını, evlənməyinin, işləməyinin xəyalları olacaq. Və hiçbirindən də rastlaşmadığında çok ciddi xəyal qırıqlıqda, necə deyirlər, olmayacaq. Ona göre de ilk başta qəbullanmağa baxır deyiz. Tabii ki biz mütəxəssislər olarak sadece uşaqlarla işləmirik, insana valideynlərlə işləyirik. Və hər birimizdə psixoloq. Bunu da təhsilini üniversitede almışıq. Valideynin qəbullanması üçün profesyonel valideynə dəstək olmağa çalışmalıdır. Ola bilməyirsə yönləndirməliyik. Yönləndirməliysə tabii ki elə Türklərmiş vakalarla karşılaşacağım çok var. Gözünün önünde her iyi gelirler yani. Valideyn qəbullanır. Niye? Siz de işte qəbullanır için uşağın buna olmasın fərqli metodlar aktarılır. El əsaslı olmayan metodlar uşağını yoxlayın və uşaq 100 addım qabağa getməyə rəğmən 500 addım geri gedir. Və hazırda heç mərkəzdə də deyil ya da özünü necə qalır. Ama ilk işin başına gelir. Qəbullanmadan, qəbullanarsa valideyn bir siz demiş, öz mental sağlıqda önde olmak. Daha sonra da hem ailenin diğer üzvlərindən, hem autizmli şəxsə, hem diğer bacı qardaşlara dəstək olmuş olur. Yəni, mərkəzdən burada baxdıq. Canlı evimizlərdən də qeyd etdik ki, bugün biz canlı evimizdə Avrupa mərkəzindən belə deyək qoşuluruq. Mərkəz 2013-cü ildə bərpa mərkəzi olan fəaliyyət göstərir. 2021-ci ildə Gedir Əgər Fondunun belə deyək dəstəyi ilə mərkəz öz binası hazırki bina və biz burada uşaqların hansı xidmətlər alındığını görürük. İstəyirik siz izləyicilərimizə də məlumat verəsiniz ki, burada hansı xidmətlər göstərilir. Ümumiyyətlə, autizm spektr pozuntusu olan uşağı olan valideynlər bura necə müraciət edə bilərlər, hansı xidmətlərdən, hansı mütəxəssislərin xidmətlərindən yararlana bilərlər. Tamam. Qeyd etdiniz ki, 2013-cü ildə müəyyən göstərdik. 2017-18-ci ildən bəri isə tətbiqdə qarşılanan metodları mərkəzimizdə istifadə olunub və bir reabilitasiya bölməmiz var bizim, hansı ki, o da 90 dəqiqəlik sistemsizlik olur. Uşaqlar gəlir, 90 dəqiqə təlim alırlar və gedirlər və yəni bölmədən asılı olmayaraq hər bölmədə uşaq gəlir, mütəxəssis uşaq, qiymətləndirilir, fərqləri minimum bizim 1 yaş 5 aralık, 1 yaş 2 aylık şagirdimiz de var. Bu bayağı qeyd dəstəkli məşğulluq modeliyle, bu işləmə var layihəsilə 34 yaşlı gəncimiz de var. Hansı ki, peşə sahibdir, havada değişdirir. Yəni bir reabilitasiya bölməmiz var, orada maksimum 20 yaşa qədər uşaqlarımız belə deyim, yaşın inkişafına uyğun olaraq bəzi bacarıqlar öyrənir. Gündüz 60 reabilitasiya bölməsi var ki, o necədir? Səhər saat 9-da uşaqlar gəlir, axşam saat 4-ün yarısına qədər burada olurlar. Yenə lazım olacaq olanlar öyrənilir. Bunun fərqində dəstəkli məşğulluq modelini istiyorlar. 15 yaş və üstü gənclər bura valideynlərlə bunu müraciət edib. Onlara iş bacarıqları öyrənilir və mütəxəssislərlə bərabər iş yerlərində edib inklüziv iş cəmiyyətinə onlara adaptasiya edirik. Bunun xaricində bayaq qeyd etdiyimiz alternativ terapiyalarda musiqi və idman terapiyası var ki, həmin terapiyalardan biz uşaqlara alternativ bacarıqlar
Qeyd edək ki, mərkəz Bakı şəhərinin Nizami rayonunda yerləşir və istər paytaxtdan, istər bölgələrdən ehtiyacı olan hər bir şəxs rahat şəkildə mərkəzə müraciət edə bilər. Bəs Nəmin xanım, valideynlərlə hansı bir iş aparılır mı? Sırf onları belə deyək, şəxsi qeydətləri ilə bağlı ki, uşaqlarla necə rəftar etmək var. Qeyd edək ki, müəyyən planlar onlara öyrədilir. Əlavə onlara psixoloji dəstək göstərilir. Bəli, bizim mərkəzimizin əzmində bir qərarlısı müəssisəmiz var. Oradan koordinatlı müəssisəmiz var. O da valideynlərimizlə kompetensiya alanlar barədə həftəlik ya da ehtiyacı olan valideyn vasitədə övladlarımızın normal şəkildə göstərilir varsa, onların fərqli seviyyələr. Mən onu qeyd etmək istəyirəm ki, Ailə Qadın Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 11 regionda uşaq və ailələrə dəstək mərkəzləri var və həmin mərkəzlərdə də autizm spektr pozuntusundan əziyyət çəkən uşaqlara müxtəlif növ terapiyalar, icra edici xidmətlər göstərilir, məşğələlər təşkil olunur. Bakıya gəlmə şansı olmayan belə deyək vətəndaşlar da öz övladları ilə bağlı bizim uşaq ailələrə dəstək mərkəzlərinə müraciət edə bilərlər. Onların ünvanları barədə də Dövlət Komitəsinin rəsmi saytından, sosial media səhifələrindən məlumat əldə edə bilərlər. Düşünürəm ki, əlamətlər günlə bağlı izləyicilərə kifayət qədər məlumat verdik. Son olaraq sizdən belə bir çağırış eşitmək istəyərdik. İnklüziv cəmiyyətdə xüsusi qayğıya ehtiyacı olan uşaqları qəbul etməyən, onları kənarlaşdıran, övladları ilə oyun oynamaqlarına, bir yerdə tədris prosesində iştirak etməklərinə icazə verməyən, aqressiv davranış göstərən valideynlərə, insanlara qarşı bir çağırış bu əlamətləri istəyirdik. Yəni, biz inklüziv cəmiyyət deyəndə sadəcə xüsusi ehtiyacı olan şəxslər o cəmiyyətə var olması deyil. İnklüziv cəmiyyət fərqli ilklər ola bilər, fərqli qəzetlər ola bilər. Yəni, hər şeysi uşaqlıqdan başlayır. Və valideynlərə məsləhətim digərləri, yəni özündən olmayanı qəbul etməyi öyrətməlidir. Əgər hər birimiz özümüzdən olmayan, bizim kimi olmayan qəbul edə bilsək, qəbul etməyi öyrətsək, bu fərqli ilkdə olan insan da ola bilər, fərqli milliyyət də ola bilər, fərqli rəng, nə bilim, fərqli diaqnoz, bəli. Bunu qəbul edə bilsək, nəinki abi sizin çox rahat, çox gözəl, inklüziv cəmiyyət yaranar, fərqliliklər qəbul edək və bərabər cəmiyyətdə yaşamağa öyrənək. Teşekkür ederim Nermin Hanım. Bir daha qeyd edirik 2 aprel Dünya Autizm Məlumatlandırma Günüdür. Canlı efirimiz Autizm Mərkəzindən oldu. Bakı şəhəri Nizami rayon ərazisində yerləşir. Mütəxəssis qonağımız isə Nermin Xanım Bəylidir. Bilgi və Sağlam İctimai Birliyi təhsil direktoru, eyni zamanda psixoloq. Autizm spektr pozuntusu olan uşaqlar üçün bərabər imkanların inkişafı və gücləndirilməsinə hamımız dəstək olan əziz izləyicilər. Autizm xəstəlik deyil, autizm sadəcə fərqlidir. Sağ olun, sağ olun.